Bax belə yaşayırıq, suyun içində, gölün içində. Belə olmaz, hər şey qızılı gətirib oraya tökürlər. Kamazlar bizi batırıb gedir, yoxdur. Bır 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 belə olmur. Bütün hamımız xəstədir. Ona bax ya, niş yolda getdi. Ölür ayağı üstündə. Sağ salamat gəlin 3 gündən sonra baxırsan ölüb, naçaqlayıb yatır. Elə olar mı? Oğlan, qız hamısı elə olur. Fələrlə malımızı həmən maşınlar vurubdur. Cərimə də ödəmirlər. Deyir, çünki burada zınaq yoxdur. Mal işarəsi zınaqı yoxdur. Qoymurlar. Niyə bizim bütün kəndlərdə var, bütün rayonlarda var, bizim kənddə yoxdur? Bütün kolu qırı aparıb pula satırlar. Bütün qızıl çıxan yerlərin odunlarının hamısını qırıb pula satırlar. Amma biz qalmışıq odunsuz. Biz haqqımızı bilmirik. Bizə kompensasiya düşür. Öy başı, adam başı bizə kompensasiya düşür. Ki biz o həkimə də gedə bilək, özümüzü təmin eləyək, bax buramızı düzəldək. Allahın odunu da vermirlər bizə. Hə, az o başqa, o başqa. Allahın odunu qoymurlar ki, gedək meşədən odun qıraq, hamısını qızıl satanlar, qızıl çıxardanlar bütün odunları qırıb aparırlar. Amma bizə kəndçilərə bir odun qoymurlar, quru odunu da qoymurlar ki, biz gətirək ailəmiz yaşasın. Çoxlu da ailəmiz, uşaqlarımız körpə.